Salam əziz birincilər, xoş gördük sizləri. Bugün sizlərlə Bahar nəşriyyatının Küraraz dərsliyindən, riyaziyyat bölməsindən qaldığımız yerdən davam edirik. Bugün sizlərlə onluq və təkliklər 20-yə qədər test 20-ni işləyəcəyik. Baxağın uşaqlar, birinci testimizə doğru olanı seçin. Gəlin baxağın 15, 5 onluq, 1 təklik. Baxın uşaqlar, 15-dir, təklik onluq. Arxadan gəlir təklik, onluq bu cür gedir. Demək təklik neçə olmalıdır 5? Bizdə neçə göstəriblər? Onluğu 5 göstəriblər. Demək səhvdir. Baxırıq uşaqlar B bəndinə 12-ni, təklik 2-ni götürüblər. Onluq 1. Demək doğru variantımız nədir? B bəndidir. Baxırıq uşaqlar ikinci sualımıza baxağın. 1 onluq 8 təklikdən ibarət olan ədəd hansıdır? Baxın, 1 onluq bu 8 təklikdir, 1 onluq. Hansı oldu? 18 cavabımız olur A bəndi. Baxırıq uşaqlar, üçüncü sualımıza fikrimdə tutduğum ədədin 1 onluğu 6 təkliyi var. Hansıdır? Təklik, onluq. Neçə oldu? 16. Cavabımız olur C bəndi. Baxırıq uşaqlar, dördüncü sualımıza baxağın. Modellə verilmiş ədədə uyğun variant hansıdır? Gəlin baxağın modelimizə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Model neçədir? 18. 8 təklik, 1 onluq. Hansı bəndimiz uyğundur uşaqlar? B bəndimiz uyğundur. İndi isə baxırıq uşaqlar 5-ci çalışmamıza. Hansı variantda modelin ifadə etdiyi ədəd qədər fiqur var? Baxırıq uşaqlar, burada neçədir? 1-dir. 1, 2, 3, 4 neçədir? 14'dür. Baxırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Neçə oldu? 14. Baxın B bəndində 1, 2, 3, 4, 5, 6, 7, 8 neçə olur? 8. Baxırıq C bəndinə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Hansı bəndimiz uyğun gəlir uşaqlar? A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar 6-cı sualımıza. Modellə verilmiş ədədlərdən hansı 1 onluq və 6 təklikdən ibarət ədədi ifadə edir? Gəlin baxaq uşaqlar. Bunlar hamısı 1 onluq ifadə edir. Baxın, hər biri 1'dir. İndi nə edirik? Sayırıq. 1, 2, 3, 4. Burada 14'dür. 1, 2, 3, 4, 5. Burada 15'dir. Bizə nə deyir? 6 təklik olmalıdır. Yəni 16 olmalıdır. 1, 2, 3, 4, 5, 6. C bəndində oldu 16. Elə cavabımız olur C bəndi. İndi isə baxaq uşaqlar 7-ci sualımıza doğru qarşılaşdırmanı seçin. Gəlin baxaq. Onluq 1'dir, təklik neçədir? 6'dır. 16. Baxaq B bəndinə onluq 3'dür, təklik 1'dir, səhvdir. Onluq 2'dir, təklik 0, səhvdir. Elə cavabımız olur A bəndi. Baxırıq uşaqlar 8-ci sualımıza 1 onluq 6 təklikdən, yəni 16 olan ədəd hansı ədəd oxunda götürülübdür? Baxırıq A bəndinə 20'dir. Baxın 1, 2, 3, 4. Neçədir? Elə burada A bəndində 16 götürülür. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar 9-cu sualımıza baxağın. Onluqdan və təklikdən ibarət olan ədəd neçədir? Gəlin baxağım. Bu neçədir? Baxın. Kvadrat burada neçədədir? 1'dədir. 1, 2, 3, 4, 5, 6. Burada neçədir? 6. Demək neçə oldu? 16. Hansı bəndimiz uyğundur? B bəndimiz uyğundur. Baxırıq uşaqlar indi də 10-cu sualımıza baxağın ona. Verilmiş ədəd 1 onluqdan və 9 təklikdən ibarətdir. Bu ədəd neçədir? 9 təklik 1 onluq olanda neçə olur? 19 cavabımız olur. A bəndi. Baxırıq uşaqlar indi də onluq və təkliklər üzrə çalışmalarımıza gəlin baxağın. Görək necədir? Baxırıq birinci çalışmamıza verilmiş təsvirlərin ifadə etdiyi ədədləri qeyd edin. Gəlin baxın, dediyimiz kimi bunlar hamısı neçədir? 1'dir. Yazırıq 1'i. 2, 3, 4, 5, 6, 7. Neçə oldu? 7. Demək neçədir? 17. Bir dəqiqə. 17. Baxağın B bəndinə uşaqlar. 1, 2, 3, 4, 5. Neçə oldu? 15. Baxırıq C bəndinə. Baxağın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Neçə oldu? 19. Baxırıq D bəndinə. 12. İndi isə baxağın uşaqlar. İkinci çalışmamıza baxağın. 1 onluq 3 təklik. Uyğunlaşdırmalıyıq. 1 onluq 3 təklik görək hara gedir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Demək 1 onluq 3 təklik neçədir uşaqlar? 13.
Bu qaydada gedir. 1 onluq 7 təklik. Baxırıq. 1, 2, 3. Neçə oldu? Hərəsində də 5, 5-dir, 15, 16, 17. Baxın, bura getdi. 1 onluq 7 təklik 17-dir. Baxırıq bura. 1 onluq 1 təklik, yəni 11. 1, 2, 2 cərgədir, eləyir 10. Bu da 1, 11. Baxırıq uşaqlar, burada neçədir? 1 onluq 8 təklikdirsə 18 deməkdir. 1, 2, 3. 3 dənə 5'imiz toplasaq 15, 16, 17, 18. Baxın, bu qayda ilə gedir. Baxırıq uşaqlar, indi də 3-cü çalışmamıza baxaq. Verilmiş ədədlərin onluq və təkliklərini sayın. Gəlin. 17 neçədir? 7 təklik, 1 onluq. 12 2 təklik, 1 onluq. 13 3 təklik, 1 onluq. 16 6 təklik, 1 onluq. 20 0 təklik, 2 onluq. Baxırıq uşaqlar, 19 9 təklik, 1 onluq. 15 5 təklik, 1 onluq. 10 0 təklik, 1 onluq. Baxırıq uşaqlar, indi də 4-cü çalışmamıza. Şərtə uyğun modeli seçin. Gəlin baxaq. Çubuqların sayı 1 onluq 6 təklikdir. Seçirik, görək. 1 onluq 6 təklik 16'dır. Dedik, bura neçədir? 1'dir. Bunların hamısı 1'dir uşaqlar. 2, 3, 4, 5, 6, 7. Uyğun gəlmir. Baxırıq uşaqlar, 1, 2, 3, 4, 5, 6. Bax, bura oldu 16. Uyğundur. Baxırıq uşaqlar, B bəndə çubuqların sayı 1 onluq 4 təklik. Yəni neçədir? 14'dür. Baxaq. Burada neçədir? 3'dür. Baxın, burada 4'dür. Bu variantlar uyğun gəlir. İndi isə baxırıq C bəndinə uşaqlar, baxaq. 1 onluq 5 təklik. Yəni 15'dir. Baxırıq. 1, 2, 3, 4, 5. Elə C bəndində uyğun gələn hissəmiz buradır. Baxırıq uşaqlar, indi də 5-ci çalışmamıza baxırıq. 5-ci çalışmamıza yaxınlaşdıraq. Verilən ədədlərə uyğun dairələri rəngləyin. Gəlin baxaq. 1 onluq 3 təklik neçədir? 13'dür. 13 dairə rəngləməliyik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Baxın, bu qədər dairə rəngləməliyik. Baxın, burada neçədir? 2 onluq 0 təklik, yəni nədir? 20. Baxın, bura hamısı bir yerdə 20'dir. Demək, bunların hamısı rənglənməlidir. Baxırıq uşaqlar, indi də 6-cı çalışmamıza ədəd oxunda fiqurla göstərilən ədədlərin yerini ədədlər düzəldin. Baxaq, ədədlər düzəldin. Baxaq, uçbucaq neçədir? 1. Baxırıq, ulduz neçədədir uşaqlar? Baxırıq, ulduzun yerinə hansı rəqəm düşür? 1, 2, 3, 4, 5. 5'dir. Bir dəqiqə. 5'i yazırıq yerinə. Dairəmizə hansı düşür? 5, 6, 7, 8, 9 da kvadratımıza düşür. İndi yazırıq yerinə. 1, 5, 15, 1, 7, 17, 1, 9, 19. Bu qaydada davam edir. Baxırıq uşaqlar, 7-ci çalışmamıza boşluğa uyğun gələn ədəd neçə onluq və təklikdən ibarətdir. Baxırıq, 8, 10, 12, 2 2 artırsa neçədir? 14 demək, 4 təklik, 1 onluq. 7, 9, 11 olur 13, təklər 2 2 artır. Baxırıq, 3 təklik, 1 onluq. 12, 14, 16, 18, 8 təklik, 1 onluq. İndi isə baxırıq uşaqlar 8-ci məsələmizə. Məsələləri həll edin. Baxağın, A bəndinə Sevda fikrində bir ədəd tutdu. Bu ədəddə 8 təklik var. Onluqların sayı təkliklərin sayından 7 vahid azdır. Sevdanın fikrində tutduğu ədəd hansıdır? Buranı bilmirik uşaqlar, onluqlar nədir? 8-dən 7 vahid azdırsa nə edirik? 8 çıxaq 7 neçə qalır? 1. Demək, Sevdanın fikrində tutduğu ədəd hansıdır? 18. Baxırıq uşaqlar B bəndinə. Laman yerdəki meyvələri səbətə yığmaq istədi. Səbət 10 meyvə tutarsa, neçə meyvə kənarda qalar? Baxağın, 10 meyvə tutur. 1, 2, bizə nə deyir? Yerdəki meyvələri. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Yerdə neçə meyvə var? 12. Nə edirik? 12-dən 10 çıxırıq. Neçə qalır uşaqlar? 2 qalır. Demək, yerdə neçə meyvə, kənarda neçə meyvə qalır uşaqlar? 2. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.